Salam hörmətli izləyicilər, xoş gördük sizləri Quşlar TV kanalında. Əziz izləyicilər, bugün deməli bir mövzuya toxunmaq istərdim. Abunəçim biri yazır, lal ördəklə neçə günə bala çıxardı. Bu haqda mən belə deyim, Lal Ördəklər TV-də bir-iki dəfə məlumat vermişəm. Deyəsən bu kanalımda yoxdur, ona görə istədim bugün də burada məlumat verəm. Video keçməmişdən öncə artıq dərəcədə sizdən xahiş edərdim ki, əgər kanalımıza abunə deyilsinizsə abunə olun, videolarımıza da like qoyun. Burada da görürsünüz, deməli, kürrək lal ördəklərimdir, erkəkləri qaradır. Bunlar buradadır. Orada da yer hazırladım. Bax, elə bir ki, aranı bölmüşəm. Orada karişnivlər salmışam. İndi gələn videolarımda da onları çəkib sizinlə paylaşacağım. Burada deməli kürrəklərdir, tütdü, başı ağ olan, biraz belə ağlı bozdudur və erkək isə qaradır. İndi bunlardan gözəl tütrək belə bax gördüyünüz kimi belə rəhli ördəklər alınacaq. Yəni tünd qaralar, tünd bozlar olacaqdır. Belə, əziz izləyicilər, indi keçəyim mövzumuza. Deməli, əziz izləyicilər, mövzumuza keçəyin. Lal ördəklər neçə günə bala çıxardır? Deməli, əziz izləyicilər, lal ördəklər balanı 35 günə, yəni 5 həftəyə çıxardır. Təmiz lal ördəkdən söhbət gedir. Düzdür, indi bir gün, 2 gün belə deyək, gecikə bilər, yəni 37 gün zat da ola bilər. O da lal ördəyin yatmağından asılıdır. Lal ördək, belə deyim də, yatanda misal üçün yumurtlayır 9, 11, 13, nə bilim 15, düz 21-ə kimi yumurtlayır və yatanda bir gün, 2 gün belə yatır durur, çıxır, yemək yeyir, biraz gəzir, eləyir. Ondan sonra belə deyək də yatır. O da ucu çəkir. İndi ola bilsin ki, indi məsəl üçün siz düşünürsünüz ki, bu 5-i yatıbdırsa, yəni yatır durur. Düşünürsünüz ki, o vaxtı çıxardacaqdır, yəni 35 günü tamam olanda. Ancaq onun yumurtanı isitmə vaxtı məsəl üçün 7-sinə 8-indən başlaya bilər. Ona görə bir gün, 2 gün belə deyərdim, o üz bu üz ola bilər. Ancaq yəni sırf belə deyərdim, lal ördəyin çıxartmağı 35 gün çəkir, yəni 5 həftə. Digər quşlar, misal üçün, toyuq bilirsiniz ki, 21 günə 3 həftəyə çıxardır. Səsli ördəklə qazlar 28 gün 4 həftəyə. Bu lal ördək isə belə deyərdim 5 həftəyə çıxardır. Yəni 35 günə. Və bu lal ördək ümumiyyətlə çox gözəl ördəkdir. Bunun altına hər bir yumurtanı qoymaq olar, yəni hər bir ev quşunun yumurtasını qoymaq olar. Yəni bu çıxardır. Toyuqdur, ördəkdir, yəni səsli ördəkdə, qazdır, hündüşqadır, həştərxandır, hamısını çıxardır. Ancaq bunun yumurtasını hər heyvan çıxarda bilir. Düzdür, səsli ördək çıxarda bilər, ancaq digərləri belə deyək də, yaxşı çıxartmır. Ona görə lal ördək, bəzi insanlar deyir ki, biz inkubatorda qoymuşuq, çıxıbdır. Vallahi mən tək özüm də qoymuşam, digərləri də qoyubdur inkubatora. Yəni inkubatora baxanlar söylür ki, lal ördək inkubatorda belə deyərdim, yaxşı çıxmır. Bilmirəm, kimdə necədir, nətər qoyur, necə eləyir. Ancaq lal ördək yəni özü çıxardanda yaxşı olur. Özü standart məsələn 21-dən yumurtlayıb, hətta 21-i, 22-ni belə deyərdim çıxarda bilər. Ancaq başqa toyuğun altına, ördəyin altına qoyanda yaxşı çıxmır. Düzdür, məsələn toyuğun altına 11, 13 qoyubsuz, məsələn kök toyuqda 13 dənə qoyubsuz, onlardan 6-sı, 7-si çıxa bilər, hamısı sırf çıxmayacaqdır. Ancaq lal ördəyin özü həm gözəl çıxardır, həm də digər quşları da çıxardır. Ancaq bunun yumurtasını hər saat başqa quşlar çıxartmır. Ona görə belə deyim, lal ördəyə çalışıb öz altına qoymaq lazımdır. Başqa quşların altına qoyanda çıxmır, ancaq özü hamısını çıxardır. Və yenə də o mövzuya toxunmaq istəyirəm, 35 günə lal ördək çıxır.
Yəni 5 həftəyə lal ördəklərin balaları çıxır. Yəni bax belə əziz izləyicilər, istədim bu haqda məlumat verəm. Gördüyünüz kimi burada da bizim lal ördəklərimizdir. Dən vermişəm, yəni dənlə toyuğu yumurtadan yemi qatıb vermişəm. Bax belə yaxından çəkin, biraz görəsiniz. Granula yemidir, bax belə. Onu buğdayla qatıb vermişəm. Bu yumurtlatmağı üçündür. Yəni belə deyək də, bunu yeyəndən sonra bir həftəyəcə də tez başlayırlar yumurtlamağa. Dalvadal versəz. Yəni məsələn 10 kilo alıbsınız, 10 kilo buğdayla qatıb bunu ümumiyyətlə bütün toyuqlara, hündüşqalara mən o haqda video çəkəcəyim. Yəni siz əgər istəyirsiniz martda, apreldə, belə deyim, tezdə, yəni yanvarda lap hündüşqanız, toyuğunuz, ördəyiniz yumurtlasın, bu yemlə qatıb belə deyim, verə bilərsiniz. Erkək nəsə fərələri teyləyir, artıq belə deyərdim də, yaz başıdır, qızışma vaxtlarıdır, südləşmə vaxtlarıdır. Ona görə biraz erkək öz sözünü deyir. Erkəyimiz də görürsünüz də qaraş, üzü zadda qara, çox gözəl erkəkdir, ətdik. Belə, bir dənə də qazımız qalıbdır, qaz da o köhnə balalardandır, bu ildirkidir, avqustda çıxandır. Bir dənə qaldı, dişidir. Nə bilim, bəlkə erkək aldım, bəlkə də yox. Yəni belə istəyən olsa qutaranı 15 manata verərəm. Yəni yerli qazdır. Gəncə şəhərində və yaxud digər Gəncənin ətrafı Samux, Xanlar, Göygöldə, belə deyək, Goranboy, ondan sonra Şəmkir, yəni yaxın kətlərdən, zatdan kim istəsə rayonlardan, şəhərlərdən yəni gəlib götürə bilər, saxlamaq üçün damazdıq. Bax gördüyünüz qazdır, dişi avqustda çıxıb, düzdür, biraz indi gecikəcək bala verməyə, yəni gələcək avqustda zatda verəcəkdir, ya yayın ortasında, ancaq sağlam dişi fərədir. Yəni kimdə erkək var, alıb belə deyərdim, yanına sala bilər bala götürmək üçün. 15 manata, qutaranı 15 manatdır. Kim istəsə, lal ördəyi, qazı da doğrusu gəlib götürə bilər. Belə, bax yemi də vermişəm. Yeyirlər. İnşallah başlayarlar yumurtlamağa. Biraz gecikdim, gərək mən bunlara fevraldan verərdim. Vaxt olmadı, imkan olmadı, yəni baxımından da, yəni vaxt baxımından imkan olmadı ki, başlat qarışır, üzür yerlərimiz də düşdü, ona görə biraz gec verdim, eybi yox. İndi hətta bəzilərində başlayıbdır yumurtlamağa heç bu yemsiz, ancaq məndə hələ biraz yaxşı baxanmadım, yemlərini zadı yaxşı verəmədim deyə biraz gecikdilər. Eybi yox, gec olsun, güc olsun. Belə, maydan sonra da balalar olacaq, kim istəsə, yəni tüt bozlar zaddır. 5 manatdan görürsünüz də, indi balaları belə də boz olacaq, qara da olacaq, belə də, ondan sonra Krasnodar da var, indi onları gələn videolarımda çəkib paylaşacağım. Yəni 5 manatdan balalar olacaq, bunlar 3 dəfə qəşək sortdular, 3 dəfə, 4 dəfə kürt yatırlar, baxırsan, bu ana məndə 4 illik, 5 illikdir, 3 dəfə, 4 dəfə kürt yatır. Yəni bunları 5 manatdan, bazarda adi o ağ qaraları 4 manata verirlər. Yəni bu da 1 manat onlardan artıq. Həm sortu yaxşıdır, görürsünüz də belə yekə, videoda bilməm yaxşı düşür yoxsa yox. Həm də yaxşı, belə deyədim, bala verirlər. 3 dəfə, 4 dəfə kürt yatırlar. Bax belə, yəni balaları olacaq, kim istəsə Gəncə tərəfdə, Gəncədə götürə bilər. Belə, bu qədər, hər kəsə təşəkkürlər, kanalımıza abunə olun, videomuza da like qoyun. Sağ olun, salamat qalın.